Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Dünən çox pis tərslədik. Çox pis tərslədik və qəşəng seçimlərə baxmayaraq gəlməyən seçimlərin əgər artıq bu qədərdirsə, biraz bilirsiniz, əgər azacıq da insanda bir vicdan varsa və dilxor formada çıxır bura. Belə ürəklə çıxıb nəsə artıq şərh eləyə bilmirsən, amma nəsə bir cəhd eləyək də. Deyəcəm, məsələndirəm ha, məsələndir bu. Həqiqətən də məsələndir. Oyunla bağlı heç bir fikrim yoxdur. Çünki güvənmədiyim iki komandadır. Deyəcəm ki, Liverpool Anfield'dan United'ı sağ çıxarmaz normalda. Deyəcəks ki, 1.50 neçə açıblar, onun kontor səni yedizdirməyəcək. Deyəcəksən ki, qardaş, məncə kontoron bizə yedizdirməz. Məncə United uduzmaz və ya ki, gol 2-5 ataq ortalığa. Deyəcək, başqası çıxıb deyəcək ki, cəmaatı sarıyıb səni, bu Liverpool'la bacarandı mı Manchester United? Belə bir geri zəkalı bir sistemin içindəyik ya bilər. Dərdləşirik sadəcə. Başladıq, uzatmırıq. İnşallah ki, yaxşı olar, tərsləmərik. Hər şey gözümün qabağındadır burada. Yavaş-yavaş sürüşdürə bütün oyunlara mərc eləməyə kimi bir öhdəliyimiz yoxdur. Getdik. Celtic Dundee. Mənə görə bu oyun üstü. Erkən seansdır. Üstdə 1.34 açılıb. Məncə Celtic buraxacaq. Ona görə də İstəyən gol 2-5 üstünü 1.97 əmsaldan götürə bilər. Kimsə deyəcək ki, gül kimi oynayırdım Dana Celtic'in qələbəsinə, o eyvallah 1.15 əmsaldır, artıranda deyim sizə əmsalı 1.20, 2-5 üstdən qələbə 1.43, üst götürün, yaxşı. Bu belə. Viborg Odense. Mən əhval-ruhiyyəmi qaldırmaq istəyirəm. Dostlar, mən burada kimləsə konkret olaraq kimləsə mırtdaşmıram. Məni tanıyanlar tanıyırlar. Əhval-ruhiyyəni qaldırmaq istəyirəm. Çünki çox dilxor idim. Dünən başım ağrıyırdı əsəbdən. O dərəcədəydim. Viborg Odense. Bu oyunun məncə gol da var. Gol 2-5 üstü də var. İstəyən götürsün. Yaxşı, məsələn, gol 1.46'dır. Üst 1.55'dir. İstəyən götürsün. Yəni, məncə hər ikisi də gələcək. Əsas burada gol fikirləşirəm. Hərçənd bilirsiniz ki, mən gol-goldan daha çox üstü sevirəm oynamağa. Baxın da özünüz. Getdik. Grasshoppers Sion'la oynayır. Bu oyun artıq bir qədər, biraz əmsaldır burada, yaxşı yer yemişəm, belə qəribə əmsalda. Üstün əmsalına fikir verin siz, amma gol-golun əmsalına baxın. Bu oyun bilməm, 1-1'də qalar yoxsa yox. Yəni, gol fikirləşirəm, amma 1-1'də ilişib qalarmı? Gol x fikirləşirəm. Ədəbazlıq eləmək istəmirəm deyə, belə tərsləməkdən sonra. Gol x bu arada 4-0-5 əmsaldır. Sanki bir tay komandalardır, belə bab komandalardır, yəni bir-birinə uyğun komandalardır. Ağınıza batırsa, gol x, yəni gol belə bir şey. Brondby Orhus. Haradaydı o? Brondby Orhus. Burada da maraqlı da. Bunun da üstü öyle bayaq ki Sion kimi deyə bu da. Bir-birdə ilişib qalar mı bu? Bilməm. Dostlar, bu Brondby Orhus belə arada bir izlədiyim komandalardır. Məncə bu oyun gol 2-5 üst. Çox belə qəribə əmsallardır. Üstdə 1.74 verir. Gol 1.57 verir. Gol üst 1 addımlığındadır. 1.88'dir. Məncə biz burada gol 2-5 üstü görəcəyik. Hesab təxminim 2-1, 3-1'dir əslində. Burada yazmışam onu. Görək xeyirlisi. Young Boys oynayır St. Gallen'dən. Deməli, Young Boys St. Gallen. Dostlar, mən yenə də deyirəm, qətiyyən tullanıb düşmək kimi bir fikrim yoxdur. 1 plus gol
Ola bilərmi? Ola bilər. Amma mən burada bir qazandıracaq bir şey deyək də 3-500 gözləyirəm. Və Young Boys'dan 2 top gözləyirəm. 1.41 əmsaldır. St. Gallen də təhlükəli komandadır. Bilirik. Amma Young Boys keçən ilki mövsümə dönməsin deyə söhbət. Biraz da artıq yəqin ki Superliqanı ciddiyə almağa başlayar. Young Boys Time'da dostlar burada çıxıb 3.44 əmsaldır dediyim indi. Young Boys çıxıb Time'da 2 dənə top vurmalıdır burada. O dediyim 2 top 1.42 əmsaldır. O Time'da gələ bilər. Üst. Young Boys'un 2 topu ilə üst dostlar. Məncə burada hətta Young Boys adam balası kimi futbolun oynasa, başa düşdüyünüz kimi mən söhbəti üstə gətirdim də burada 3 üst 1.55 əmsaldır. 1.56 əmsaldır. Young Boys adam balası kimi oynasa 1 for ilə ən azı udar, 2.77 əmsaldır. 2 birinci time'da 2 dənə top vurar ən azı. Bu belə. Valerenga Hamkam. Valerenga Hamkam. Baxaq görək bunun əmsalı nə qədərdir. Gol da var burada, üst də var məncə dostlar. Üst 1.50. Elə bir liqadakı üst 1.50. Ağlınıza batırsa təbii ki. İndi qulaq asanlar deyir, Liverpool'a nəcə peşnə demir. Nəcə peşnə demir. Liverpool'dur, nə bilim. O birislər kim var orada? Hoffenheim'dir, falan 5 mekan. Midtjylland Vejle 2.500 1.41 əmsalı dostlar. 1.42 1.42 əmsaldır. 2.500. Mən sizə bir şey deyim dostlar. Bu oyunun məncə 3-5 üstü də var. Bilmirəm da bu bir tərəfli üstə gedən oxşamır bu oyun. Məncə Midtjylland yiyəcək bir dənə top. Bu da 1.48'dir bu arada. Nə bilim, belə qəribə bir gol X və yaxud da ki 3-1. 3-1 ilə 3-3 arasında qalmış amma bu oyunda. 3 hardadır 3-3. 35 əmsal. Nə bilim, belə məncə belə üst ataq hoqqabazlıq eləmək 1.42 ilə üstümüzü götürək çəkilək qırağa. Bax belə dostlar. İndi isə mən sizə burada günün kuponlarını təqdim edirəm. Gəlin belə eləyək. Midtjylland üst. Young Boys 2 topu. 2 əmsal. Bu 1. Odense gol. Odense gol. Nə bilim, oynamaq olar əslində. Valerenga'nın oyununda gol. Ya da gəlin üst eləyək bunu. Birdən də olmadı, belə oldu belə. 2.18 falan əmsalda budur. Belə dostlar, uğur olsun. Mən digər oyunlara girmək fikrim yoxdur. Ay məncə belə olar, ay məncə belə olar. Burada nədir? O Tottenham Aston Villa'dır. Kaleri Bolognadır. Özümü güclə saxlayıram, fikir deməyim ha. Freiburg Eintrachtdır. Fener öz filialı ilə oynayır. Real Madriddir. Atalanta Lazio. Fikrim var bu oyunla bağlı. Dəyməyəcəm abilər. Belə. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Allah'a emanet olun.